Əzizlər, bildiyiniz kimi özlərini Əhl-i Sünnə vəl Cəmaə adlandıran tayfa belə bir əqidədədirlər ki, Allahın Rəsulu sallallahu aleyhi və alihi və səlləm özündən sonra xəlifə, imam, rəhbər təyin etmədi ümmət üçün və eləsinə də dünyadan köçdü. Yəni belə bir əqidə Peyğəmbərimizin təhqirinə gəlib çatır. Peyğəmbərimizi kiçildirlər, Peyğəmbərimizi düşüncəsiz göstərirlər. Necə? Deyirlər ki, sahabələr Peyğəmbərdən ağıllı çıxdılar və Peyğəmbərdən yaxşı bildilər, başa düşdülər, düşündülər, Peyğəmbərdən yaxşı ümmət üçün, İslam dini üçün ürək yandırdılar və bir-birini xilafətə çıxartdılar, bir-birini xilafətə təyin etdilər. Yəni, Əbu Bəkir ilə Ömər ürək yandıran bir şəxslər idi, Peyğəmbərdən ağıllı idilər və getdilər Səqifə-i Bəni Saidədə özlərini bir-birini, yəni xilafət taxtına mindirdilər və halbuki Peyğəmbərimizin cənazəsini buraxıb gedib o işi gördülər. Sizlərə sünnilərin kitablarını göstərəcəm ki, görün bunlar nə düşüncədədirlər. Yəni Peyğəmbərimizi görün nə həddə təhqir edib və kiçildirlər. Əs-Savaiqul Muhriqə Firrədd əla əhlil bidəyi və zindiqə. İbn Həcəri Heytəminin kitabıdır bu kitab. Məktəbətü Fəyyaz Litticarəti və Tozidədə çap olunubdur. 55-ci səhifədə Əl-Müqəddəmətü Saniyə bölməsində deyir ki, eləm Əyzən ənəs sahabətə əcmə'u əla ənə nəsbəl imami bə'dən qirazi zəmənin nübüvvəti vacibun. Deyir ki, sahabələr icma etdilər. Cəm oldular, icma etdilər ki, nəsbi imam, yəni imamın nəsbi imam təyin etmək, xəlifə təyin etmək, rəhbər təyin etmək Peyğəmbərimizin zamanından sonra vacibdir. Diqqət edin, yəni sahabələr başa düşürlər vacibliyin bu işin, amma Peyğəmbər başa düşmür. Bu, Vəhabi əqidəsidir, Sələfi əqidəsi, Sünni əqidəsidir bu. Sünni qardaşlarımıza deyirəm ki, diqqət edin, öz kitablarınızda bu söz-söhbətlər vardır. Sizi bilmirəm hara aparırlar, nə düşüncədəsiz siz. Ardından diqqət edin, bəl cəaluhu əhəmməl vacibati həysu iştəqalu bihi ən dəfni Rasulillah sallallahu aleyhi və alihi və səlləm. Deyir ki, o qədər, yəni o həddə vacib bildilər ki, vaciblərin, yəni əhəmmi, lap önəmlisi, mühümü qərar verdilər imamı təyin eləmək, rəhbər təyin eləmək, xəlifə təyin eləmək. Deyir ki, o həddə mühüm qərar verdilər, mühüm tutdular ki, Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin dəfnindən qabaq bu işi gördülər. Yəni Peyğəmbərimizin cənazəsini buraxdılar oradan və Əbu Bəkir ilə Ömər getdi Səqifə-i Bəni Saidədə bir-birini xilafət taxtına çıxartdılar. Ardında elə bir sözlər yazıbdır ki, adam bilmir nə desin bunlara. Bunlar necə bir ağıldadılar bilmirəm. Diqqət edin, deyir ki, nə üçün vacib bilirik bunu? Yəni Sünni cəmaatı nə üçün bunu vacib bilir? İmam təyin eləmək Peyğəmbərdən sonra. Deyir, buna görə ki, elə sahabələr özləri icma etmişdi. Sonra deyir ki, və qalə kəsirun bil əql və çoxları deyirlər ki, əqllə, yəni ağılla düşünəndə görürük ki, bəli, imaməti, xilafəti təyin etmək vacibdir Peyğəmbərdən sonra. Gərək olsun, ümmət başçısız qalmamalıdır. Üçüncüsünə baxın. Və vəcuhu zalikəl vücub ənəhu sallallahu aleyhi və alihi və səlləm əmərə bi iqamətil hudud və səddis suğur. Deyir ki, və vacibliyi buna görədir ki, elə Peyğəmbərimiz özü necə ki, Allahın hüduduna əmr eləyirdi, Allahın qayda qanunlar ki, göndərmişdi, onlara əmr edirdi. Gərək bir nəfər imam olsun, xəlifə olsun, ta ki, o hədd-i hüdudlara, qanunlara əmr etsin. Və deyir ki, gərək müsəlmanların sərhəddi qorunsun. Yəni, imamət təyin olsun, xəlifə təyin olsun və bu xəlifə müsəlmanların sərhədlərini qorusun və təchiz-il cuyuşil cihad və cihada getməyə, müsəlmanları müdafiə eləməyə gərək orduları təchiz etsinlər, ordular hazırlaşdırsın və hifz-i bəyzətil İslam və İslam dininin əsl və əsasını qoruyub saxlamaq üçün gərək imam və xəlifə olsun. Sünnilər bu sözləri yazıblar, bu sözləri deyiblər, amma düşüncə qüvvəsi, təfəkkür qüvvəsi bunlarda yoxdur. Yəni, təfəkkür edə bilmirlər ki, biz nə yazmışıq, bu yazdığımız sözün üstündə, yəni onlar biraz fikirləşələr, deyirlər ki, bəli, bəs buna görə gərək Peyğəmbər xəlifə təyin edərdi. Amma təəssüflər olsun ki, bunları düşünmürlər. İndi bizim sualımız budur ki, siz nə üçün Peyğəmbəri təhqir edirsiniz? Özünüz də bilirsiniz ki, gərək bu işlər olardı. Gərək Peyğəmbərimiz belə şeylərə əmr edirdi, belə şeyləri qoruyurdu və gərəkdir ki, imam və xəlifə Peyğəmbərimizdən sonra təyin olardı Peyğəmbərimizin əmri ilə. Yəni Peyğəmbərimiz imamı xəlifəni təyin edərdi. Amma siz deyirsiniz ki, yox. Peyğəmbər belə bir şeyi təyin eləməyibdi, canişin təyin eləməyibdi. Amma sahabələr ağıllı çıxdılar Peyğəmbərdən və
Əbu Bəkir özünü Ömər gəldi, Əbu Bəkir xilafətə çıxartdı, Əbu Bəkir gəldi, Öməri xilafətə çıxartdı. Bu bir sualdır ki, neçə əsrlərdir Sünni cəmaatından hələ ağıllı, başlı bir cavab biz bunu tapa bilməmişik. Ala bilməmişik. Buna bir cavab verin bizə.